Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Əməliyyat çərçivəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və əmlak məsələləri dövlət xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı rüşvət alma cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib. Hazırda istintaq davam edir. Vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi də istisna edilmir. Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməliyyat keçirdiyi icra hakimiyyətini uzun illərdir ki, Süleyman Mikayılov rəhbərlik edir və Modernaz Qaradağ rayon icra hakimiyyəti başçısının dosyasını araşdırıb. Süleyman Surxayoğlu Mikayılov 1962-ci ildə aprelin 27-sində Naxçıvanda anadan olub. 79-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbi, 84-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 79-cu ildə Naxçıvan şəhər Uşaq İdman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 84-94-cü illərdə Naxçıvan şəhər Orta İxtisas Musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-95-ci illərdə Səma Kiçik müəssisəsinin direktoru işləyib. 95-99-cu illərdə Bakı Baş Gömrük İdarəsinin qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci illərdə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 13 may 2005-ci ildən 2005-ci ilin dekabr ayına qədər Yardımlı rayon icra hakimiyyətinin 21 dekabr 2005-ci il tarixindən 4 mart 2010-cu ilə qədər Lənkəran şəhər icra hakimiyyətinin başçısı olub. Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti də ailəlidir. 2 övladı var. Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.